Bax. Bu deyək ki, bunun true halıdır. True halında nə olacaq? Məsəl üçün, yaş 17 girmişəm. 17 sıfırdan kiçikdir. Mənfi turu halında yəqin ki, yaşınız çatmır deyib uyarı verib geri verməmək lazım olacaq. 17 sıfırdan kiçikdirmi? Xeyr. False. 17 böyükdürmü 120-dən? Bu da false. False, false bizə nə verdi? 2 dənə false bizə nə verir? False. False. Mən false deyirəm. Aha, burada və var. False və false bərabərdir false. Okay. Əgər bu true olsaydı, belə bir yaş ola bilməz mesaj çıxacaqdı. Bu true halında. False halında isə belə ki, bu niyə? Buradan 2 dənə şey ola bilməz də. Bu, buradan gəlib bura getməlidir. 2 dənə yerə gedə bilməz. Bunun false, true'su da, əsəfə, false'u da gəlməli idi bura. Burada ola bilməz. Ondan sonra yoxlayacaqdı ki, 17 kiçikdir 18-dən. True. True'dursa siz 70 yaşına çatmısınız. Mənim 18-dən böyükdürsə. 18-dən böyükdür deməkdir. O kiçikdir demək. Yəni kiçikdirində false, yəni 18-dən böyük deyil. Böyük gələndə yazarsan. Bax. 17 kiçikdir 18. Bu nədir? Cavab burada. Mən false olmalıdır səbəbimizə. False da. Nə sətə səhv eləyirəm. 17 18-dən kiçikdirmi? Yəni false şey. En azından. Bu true'dur. Kiçik də gördürəm. Kiçiksə true, niyə false? Hə, tutaq ki, true. Sən də yazmısan ki, true halında bu mesaj olacaq. Siz yetkinlik yaşına çatmısınız. Bu mesaj düzdür səncə? Məncə xeyr, yerlərini true ilə false-unu dəyişməliyəm onu. Bu bir. İkincisi, ən böyük səhvlərdən biri bu idi ki, bunu belə, bura gəlməlidir, sonra bura. Yəni, buradan 2 dənə yerə çıxış ola bilməz də, yəni. Bu çox absurddur. Sonra keçdik o birisinə. Əziyyət çəkib yazmısan. Mən çətinlik çəkdiyim buydu. O birilərini yazdım yəni. Məncə o biriləri bunu deyəməm artıq. Qalıq bərabərdir ədəd faiz 3. Qalıq 0-dırmı? True'dursa 3-ə tam bölünür. False-da 3-ə tam bölünür. Ədəd böl, ədəd mod 3. Burada okey. Burada qalığı yarada bilərdin. Düz olmağına düzdür, prosto qalığı yaratsaydın daha yaxşı olardı. Yəni qalıq deyə bir dəyişən olsaydı. Daha açıq olar, nə? Niyə ayrı-ayrı yazmışıq? Mən hamısını bir yerdə eləmədim. 3 dənə ayrı səhifə açdım. Hərəsində birini eləyib atdım. Niyə ki, yan-bayan yazmaq olurdu? Dedim elə qarışıq olur ona görə. Biz belə şey deyirik. Görmüsən indiyə kimi bizim nəsə ədədi yoxladığımızı belə. Mən ədəd yazmırdıq. Amma yuxarıda nəzərdə ədədi tutduğuma görə artıq alt tərəfə də ədəd yazdım. Amma normalda elə eləmirdik. Dəyişən yaratmalıyıq. Bu dəyişənləri bax, cəmi burada yaratmalıyıq. İndiyə kimi baxsaydın ki, müəllim nətər yazıb, o stildə yazsaydın, belə olmazdı. Hə, Əli. Başa düşdüm. O tapşırıq səhv idi, bu da səhvdir. 3-ə 1 düzdə belə deyək. Ev tapşırıqları. Altıncı araya buraya yazın.
deyib 5 yazıram. 10 üzərindən də bilsən. Okey. Başqa? Nihat. Hı -hı. Bax hələ Müəllim, hə. ikisi oradadır, biri ən sondakındadır. O şey oldu. Ona görə. Ən sondakı Aha, mən elə bir o birini atamadım, sonra təzədən attım da. Elədim. tamam. Yaş daxil oldu. İstifadəçinin yaşını soruşuruq. Yaş rəqəmdirmi? True'dursa yaş 18-dən böyükdürmü? Belə şey yazırıq biz. Cümləyə ehtiyac yoxdur da, bax. Bu bir. İkincisi, hə, yaş dəyişəni yaratmışıq. Buna ehtiyac var idimi? Yox, yəni 18-dən böyükdürmü? Belə yazmırıq da. Yaş, necə yazmalıdır? Yaş böyükdürmü 18. Belə yazmırıq. Yəni əlavə cümləyə niyə ehtiyac var ki, Nihat? Ehtiyac yoxdur cümləyə. Okey. Deyək ki, bu true'dur. Yaş absurddurmu? Niyə? Yaşın Mən, Nihat, sən izah edə bilərsən ki, yaş necə absurd ola bilər? məsələn 200 yazırdı orada adam. Hə. İndi yaxşı, biz bu proqramı necə yoxlayaq onu? Deməli, sən yoxlamalıydın da. Yaş kiçikdirmi 0-dan və yaş böyükdürmü 200-dən, məsələn, atıram. Bu sənə true verdisə, deməli, absurddur. Düzdür? Amma belə nağılla yazmırıq da. Düzdür? Məntiq olaraq düzdür, düz yazmışsan. Amma ki, içində yazdıqların dedik axı, biraz riyazi yazaq da. Yəni, nağıl yazmayaq. Xəttlər də qara olsaydı nə gözəl olardı. Arada yeyilib bunlar. Bəziləri ağdır. Ona görə tuta bilmədim. Burada hardan tam olaraq hara gedib. Ədəd, alınan ədəd. Aha, bax bu qəşəng. 2 dənə dəyişən yaratmışıq. İstifadəçidən ədəd alırıq. Tamam. Ədəd rəqəmdirmi? True'dursa, ədədin rəqəmlərinin cəmini tap. Ədədin rəqəmlərinin cəmini tap deyirik. Orada 3 dənə dəyişən yaratsaq daha yaxşı olmazdı, Nihat? Düz deyirsiniz. Hı? Düz deyirsiniz. Bax, məsəl üçün, birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Sonra bunları bir dənə də cəm yazardıq. Düzdür? Dəyişən olaraq. Mən onu o mənada yazmamışam. 3-ün elə bir 3-ə bölünmə ədədin, məsələn, ədədimiz 27-dir. Ha, şeydir. Onu Hə, mərdə olsun toplayırıq. tapşırıqdır. Hə, belə deyək, 3-ə tam bölünüb bölünmədiyini axtarır. Amma Bəli. yenə okey, amma bu okey deyil. Alınan ədəd hə, yəni istifadəçidən alınan ədəd o mənada yazmısan. Bəli, müəllim, o mənada yazmışdım. Bərabərdir 0 niyə? Bərabərdir 0 o deməkdir ki, bunun belə deyək də, alınan qiymət nə olur olsun 0-a bərabərdir deyirsən burada. Bərabərdir yox, bərabərdir 0 olmalıdır. 2 dənə bərabərlik. Bildik niyə? Bəli, müəllim. Bax, məsəl üçün. Mən burada yadımdan çıxmışdı 2 bərabər yazmaq. Bir dənə yazdım. Elə onu düzəldirik də. Bu səhvləri düzəldirik ki, o belə deyək də, daha gələn dəfə daha yaxşı yazaq. Məsələn, 10 mod 3, sən bunun bərabərdir 0. Hə, belə yazsaydın, okey. Bu deməkdir ki, 10 mod 3 0-dırsa,
Yəni 10 deyəndə alınan şeydə ədəddə. Amma bu yazılış isə bərabərdir 0 deməksə bu 0-a bərabərdir. Mənimsətmək də axı 1 bərabərlik. Uşaqlar, bu işarə nə idi bəs? Bu mənası. Və ya Mən bölməkdir o. Buna bax. Beraberlik. Turanla az söhbət eləsəydin, hələ bax deyərdim ha. Mən bəs bölmə hansı idi? Bölmə slash. Bax bu. Çarpaz qoyduğumuzda yəni. Aha, slash da bu işarələr. Bu isə 2 dənə düz xəttdir. Yaxşı, bu nə idi uşaqlar? Nədir? Bölme nöteriydi. Ha, yaxşı. mənim vədim. Veya. Bax bu və ya. Bu bölmə. Bu nədir? Və Veya. Və Təpəbə daş düşməsin, Əli. Ve. Verdim demedim. Nədir? Verdim demedim. Və ya demədin. Verdim demedim. Bu nədir bəs? mod. mən mod. Qalıb. İşarənin adı moddur, bəli. Mod nə iş görürdü? Kalanlar kalı. Yəni qalığı göstərirdi. Dalgı. Gösterildi. Ay sağ ol, qalığı göstərir. Bunu bir yaxşı bilməsək. Yallah. Bu işarələrin mənasını bilməsək, uşaqlar, biz bunu yazamayacağıq. Yəni bu işarələr də çox asandır, yəni. Şey deyil, sadəcə fikir vermişəm. Yəni keçən dərs fikrimiz dəhşət yayınır. Bilməm niyə. Və eləcə şeylə istəyirsiniz. Əlavə şey eləyək. Əlavə başqa, yəni dərsdən kənar şeylər eləyək. Amma nəzərə almırsınız ki, imtahana az qalıb. Ayın 12-də. İmtahanda da bax bunu yazarsınız. Yəni başqa şey yazmayasınız. Okey. Nihatın obsi tapşırığına da baxaq. Nihatla yekunlaşdıraq. Ədəd orta. İstifadəsən bir neçə ədəd alırıq. Ədədlər rəqəm turuz ədədlər toplayıb onların sayına bölüb cavabı. Nihat yazmısan, amma nağıl yazmısan ey balam. Biz nağıl istəmirik axı, dəqiq istəyirik. Başa düşdün? Nə demək istəyirəm? Ədəd nəticə. Bu hansı tapşırıqdır? İlham. Mənim göndərdiyim mən axırıncıya girin, o da 3-ü də var. Okey. Budur. Mən. Tamam. Ayşə, bax, belə olsa lap yaxşı olar. 50 dənə şey köçürməliyik. Hə, bu yaş məsələsi. Yaş rəqəmdirmi? Burada turu yazmamışıq. Yaş 200-dən kiçikdirmi? Yaş 200-dən kiçikdir. Turudursa. Yaş 18-dən böyükdür. Turudursa. Siz artıq yetkin siyasətine çatmışsınız. Okey, bax düzgün ne düzgün olmalıdır. Amma sözlə yazmışıq. Amma bir şey var ki düzgündür də, orası da var. İstifadəsi alırıq. Ədəd rəqəmdirmi? Trusu var, false yoxdur. Yanlış. Bildin yanlışını. Ya belə şey yoxdur. Bunun tək turusu olacaq deyə bir ehtimal yoxdur. Ədəd rəqəmdirmi dediyin şey, məsəl üçün istifadəçi yazıb ki, belə, düzdür? Ədədə. Bura gəldi, ədəd rəqəmdir indi bu.
Bu false da, düzdür? İndi yaxşı, bu false-dan hara getsin bu? Yəni proqram necə işləyəcək? Ona görə səhvdir. Burada özü partladı. ISO 2 ilə bərabərlik. Bu true'dursa tam bölünür, false-dursa 3-ə tam bölünmür. Mənim bu Zentomsa yalnız ədəd yazım bunun false-udur. Ədəd rəqəmdir mənim. Ədəd rəqəm diliminin false-udur. Və mən zaten əlim sürüşüb oraya gedib deyəsən. Yox, bax. Sən oxu buradan çıxarmısan. Ox buradan çıxmalı idi və bura gəlməli idi. Düzdür? Düz. Ümumiyyətlə bunun false yoxdur. Okay. Birinci ədəd, ikinci ədəd, nəticə cəm. Bunu bayaq yazdın, yoxsa? Qoyum əlim əvvəldən. Eyni mənim stilimdədir bax. Prosta burada bizdə 3 ədəd olmalı deyildi. Okey, olsun, sən 2 ədəd hesablamısan, tamam. İstifadəsən birinci ədəd və ikinci ədədi alırıq. Aha, birinci ədəd və ikinci ədəd deyir. Okey. Kim deyər? Buradakı olan kiçik bir yanlış. Orada iki dənə ənd olmalıydı. Ay, sağ ol. 2 dənə. Proqramlaşdırmada belədir də uşaqlar. 2 dənə də ənd olmalıdır. Bu qanunu yəni mən qoymamışam. Bunu amma bildik də əsas odur səhvimizi. Və yavaş-yavaş bu səhvləri elədikcə düzələcək. Birinci ədəd üzərində ikinci ədəd gəlirik. Bunu cəmə bərabər edirik. Cəmdən bölü 2-yə nəticə yəni bax necə yazmaq olardı? Cəm qulaq assan İlham. Bərabərdir nəyə? Birinci ədəd üzərinə gəlinsin ikinci ədəd. Düzdür? Birinci və ikinci ədəd üzərinə gəlincək cəmə mənimsə edəcəyik. Düzdür? Bu bitdi. Ondan sonra növbəti prosesdə yaza bilərdik ki, nəticə bərabərdir cəm bölünsün 2. Və ən sonunda da nəticəni ekrana göstərir. Bura okeydir. Bura biraz qarışıq olub. Bu bir. İkincisi ki, bu niyə bura gəlməyib? Bu da 3. Bütün səhvləri bildik. Başa düşdük nə demək istədim. Bəli. Ay, sağ ol. Bunu mən niyə düzəldirəm bu arada uşaqlar? Tək İlhama aid deyil də. Bu hamıya aiddir ki, baxın. Mən düzəldirəm. Və bu gələn dəfə tapşırıq yenə yoxlayanda bunların olmaması üçün. Aydındır hamıya. İlham, aha. Şo. İlham, sualın qalmadı daha doğrusu, sual var. Xeyr mənim. Tamam. Hansı ədəd yazın. Tutaq ki, yazdıq. Qalıq bərabərdirsə kim idi bu? Elxan? Elxan yoxdur özü. Ben. Hə. Buyurun. Qalıq bərabərdirsə 0-a. Okey. Sözdə düzdür. Görünüşdə düzdür. Amma biz bu stildə yazmırıq. Yəni şey kimi yox da, belə deyək. Sözlə yox. Konkret yazmaq lazım idi. Ben bir ara gördüm. Siz başka uşağa izahlandı, ben gördüm səhvi. Ay, sağ ol. Ay, sağ ol. Başa üstündə. Məsəl üçün nəticə bərabərdir. Məsəl üçün ədəd. İstifadədən aldığımız şeyi ədəd yazmışıq. Dəyişən adı olaraq. İstəsəm, məsəl üçün hər hansı bir şey də yaza bilərsən. Atıram da rəqəm, yaxud məsələn atıram da heykəl adını istə heykəl qoy. Bunu atıram sonra. Məsələn, olsun ədəd. Qalığı necə tapırdıq? Necə bilirdik ki, burada qalıq var ya da yoxdur? O işarənin adı var idi. Uşaqlar kim deyər? Yoldaşımıza kömək edin. Mod idi. Yaşa. Mod. Yaşa.
mod 3. Belə yaza bilərdik. Yaxud Bəli. bir saniyə, mənim fikrim getdi yenə başqa şey. Ədəd mod 3. Necə eləyə bilərəm ki, bunu mən yoxlanışda yoxlayım ki, qalıq sıfırdırmı? Belə bir şey necə deyə bilərəm? Tək Elxanı demirəm, hamıya aiddir. Mod bərabərdir 0. Bərabərdir 0. Yoxsa Mənim 2 dənə bərabərdir qoy 0 yazmaq. ay sağ ol Əli. Bax fikir verdin. Turan yoxdur yanında. Bax fikrin dərsdədir. 2 dənə bərabəri 0. Turan demiş ki, Turan nə oldu? 2 dənə bərabəri 0. Şo. Hı. Bu arada mən bu səhvləri izah eləyirəm. Nəyə görə izah eləyirəm? Çünki məsəl üçün birimiz bu səhvə eləyəndə digərimiz də bəlkə eyni şeyi başa düşməyib. Onu başa düşməyimiz üçün mesaj gəldi deyəsən. Okey, yüklənəcək, narahat olma. Bəzi driverlər var ki, biraz gec yüklənir Turan. Nəsə sözün olsa yaz, narahat olma. Onu dərsə qoşulmamış eləsə, sən bayaq götürməmsən kompüteri. Kiçik bir update qalmış da, okey. Elxan, sonra digər bir tapşırıq. Orada ikinizdə mən sonu yazma yadımdan çıxdı. Orada mən sonra gördüm ki, sonu yazmadım da düzəldə bilmədim. Bax, bu yaş məsələsini mən yazım. Hamı okeydirsə yazım. Yoxsa fasiləyə çıxaq sonra gəlin yazım. Hə, uşaqlar. Mən fərqi yoxdur. Fasilə. Yaxşı. Gəlin fasiləyə çıxaq. 9 tamamda dərsdə olaq. Okey. Fasiləyə çıxaq şeydir, o tapşırıqları mən yazıb və sizə də bir dənə tapşırıq verim. Hə, Turan, indi də görüm. Yazmısan? Hey. Aha, kompüterdə, hə. Ya kompüter dünən götürmüşəm. Mənə nə? Mənim problemim deyil. Tez götürərdim. Dünən götürmüsən, bu gün dərsə qoşulmusan. Nə dəxlə? Bu gün yaza bilərdin. Məndən çıxdı. Müəllim, mən dərsdən 1 saat yarım saat öncə götürdüm və yazdım. Yəni, demək ki, istəyəndə olurmuş. Hə, Turan? Ay müəllim özü də WhatsApp atmıyorsunuz. Dediniz WhatsApp atacağım atmıyorsunuz. Atsaz Oyda. yazardım. Hünər kim idi? Müəllim, mənəm Çınar. Tunar. Okey. Hünər niyə? Xoşuma gəlir nəsə. Ha, okey. Okey. Nickname kimidir? Bəli. Tamam. Gəl baxaq indi tapşırığa. Yaş normal. Hə, bu iki dənə dəyişən yaratmışıq. Zəhmət olmasa düzgün yaşınızı daxil edin dedik. Yaş 18-dən böyük bərabərdirmi? Əla. Bu trudursa, tamam, bir də yoxlanış edirik. Yaş deməli no. Bu işarə tərsin olmalı idi. Niyə ki? Yaxşı, onda bunlardan biri səhvdir. Əgər 101-ə bərabər və yaxud da 101-dən yekətsə, onda falsa gedir, truthsa düzə gedir də. Tamam, bu işarələrdə onda biri səhvdir. Eyni stildə yazmamısan. Yəni, bax, sən nə demək istəyirəm? Böyük bərabərdir. Yəni, bu belə olmalıdır. Biri belə, biri belə ola bilməz. Düzgün forması budur. O birisində 18 yaşdan kiçik olmadığına baxır, bu birisində də 101-dən nə böyük olub olmadığına.
yazılışı belə olmalıdır. Bax, tərs yazmısan. Bərabər böyükdür. Bax, belə yazmalıydın. Ha, beraberden sonra ha, o olabilir. Ben o elə yazıb ki, yəni yaş 101-dən böyük olmalıdır. Tamam, o İşarə nə demək səhvidir, başa istədiyini, düşdüm müəllim. nə demək istədiyini başa düşdüm. İşarə səhv, tamam. Ha, başa düşdüm. Okey. Ters. Böyükdürmü? Tutaq ki, bu turudursa, sizin yaşınız seçkilərdə uyğun deyil. Seçkilərdə iştirak edə bilərsiniz. False olduqda, bəli, okey. Bu biri. Keçdi ikinciyə. Ədəd cavab. Ədədi daxil edin. Ədəd rəqəmlərin cəmi böl 3 sıfırdırmı? Ha, Burada mod olmalı deyil. Səhv olacaq deyə düşünürəm, çünki çətin idi. Yox, çətin deyildi. Burada sadəcə bu hansı tapşırıqdır? Bir dəqiqə. ədədin qalıqsız üçə bölündüyünü deyib deməmək idi, nə idi yadımdan çıxıb. Ədədin. Ayşə, ədədlər niyə? Ədədin Ədədin rəqəmləri. rəqəmlərinin Ay, cəmi. yo. Məsələn, sən tutaq ki, 5 verilib. Sən 5-in mod 3-ünü tapmalısan. Yəni şey deyil, məsəl üçün 5 son 4 deyib hərəsinin cəmi o deyil. Sən elə başa düşmüsən yəqin. Bu. Yo. Məsələn, mod 3 bərabərdirmi 0-a. Yəni bunun 3-ə bölünməsindən qalıq 0-dırsa, deməli ədəd 3-ə tam bölünür, deyilsə tam bölünmür. Yəni bu qədər. Səhv anlamışım Sən yenə. başa düşmüsən. Hə, sən başa düşmüsən. Ayşə, ədəd 1, ədəd 2, ədəd 3 cavab. Ədədləri daxil edin. Cavab bərabərdir. Əla, super. Bu super də, burada bir dənə yoxlama zat nəcəb yoxdur. Yoxlama nə idi siz şərti? Məsəl üçün də ədəd 1-in yerinə mən yazmışam 5, ədəd Ha, 2. yoxlama, nə bilim, yadımdan çıxıb yoxlama. Əgər input belə daxil olsa, bunu hesablaya bilməyəcəyik. Başa düşdün nə demək istəyirəm? Yəni burada Mən birbaşa xətti alqoritmdir. Bu kimi misallarda istifadəçidən nəsə alanda, temboli 3 dənə şey alanda bunu bəxtə qoymaq olmaz. Okey. Ha, Nihat'a baxmışdıq. Nihat'ın üçüncüsüdür. Uğur'a baxaq. Uğur, bir dənə yazmısan? Bəli, müəllim. Hansıdır rəqəmlərin cəmi? Müəllim, mən də başa düşmüşəm. Cümlə ilə yazılıb. Bir dənə baxın. Ədədin 3-ə tam bölünməsin alqoritmini yazın. Bu ikinci tapşırıqdır, bu da üçüncü. Bunlar ayrı şeylərdir. Bəlkə ona görə qarışdırmışsınız. Yəni də olur, yazmamış kimi şeysən. O bizlər niyə yazmamısan? Okey. Çətinlik hardaydı? Deyin mənə bir dənə. Gəl onu toparlayaq. Diagrams. Ən çətin tapşırıq hansıydı? Birinci. Birinci. Bu. xeyr müəllim 2. Məncə birinci daha çətin idi, ikinci asan idi. Gəlin bir yerdə yazaq. Start veririk. Birincisi, heç başlamamış birinci sualı diqqətlə oxumalıyam. İstifadəçinin yaşını istəyin. Aha, istifadəçinin bir dənə yaş alacağıq. Deməli, mənim də bir dənə dəyişən olacaq 100% yaş üçün. Əgər istifadəçinin yaşı 18-dən kiçikdirsə, siz yetkinlik yaşına çatmısınız. Yazısı əks halda siz artıq yetkinlik yaşındasınız, yazısı çıxsın. Əgər istifadəçi absurd bir yaş yazsa, məsələn 200, normalda mən bu cümləni verməsəm daha yaxşı olardı. Ki, görüm siz onu fikirləşə bilərsiniz, yoxsa yox. Tamam. Tapşırığı başa düşdük. Tapşırığı yazmaq üçün mən istifadəçidən bir dənə yaş almalıyam. Okey.
İstifadəçinin yaş alanda da inputdan istifadə edirəm. Düzdür bu? Inputumu qoydum və yaxınlaşdırım biraz. Bura yazıram age. Dəyişənin adını qoyuram age. Düzdür? İstifadəçi bura yaş yazacaq. 1, 5, 20, 30, 40, 50 hər nənsə yaşı neçədirsə. Düzdür? Birbaşa yoxlamaya keçirəm. Burada ilk olaraq nəyi yoxlasam sizcə yaxşı olar? Deyin mənə. Rəqəm alıb olmadığını. Yakın 100 Ay sağ ol. neçədən Görək şey olur. istifadəçi bizə nə yazıb da? Birinci onu yoxlayaq. Age. İngiliscə mi yazaq? Yaxşı, bir dənə bunu yazıram. Rəqəm 20 belə yazıram. Bir dənə belə yazıram bunu. Qalanları okey, bir dənə bunu düzəldim. Tamam. Bu yoxlamadan yoxlama nə olur olsun, mənə yalnız və yalnız 2 dənə cavab çıxır buradan. Ya true ya false. Ya true ya false. Düzdür? False-da nə edək? Tutaq ki, bu dövrü alqoritmindən yazırıq bunu. Nə yazmışıq bura? Deməmişik. Tamam. Dövrü yazaq bunu. Dövrü yazmaq üçün necə eləyə bilərəm ki, mən burada dövrü alındıra bilim? Yəni istifadəçi yaşını düzgün yazana kimi geçsin. Necə eləyə bilərəm? Bir dənə input qoyaq ki, yaşınızı daxil edin. Həmin yerə də göndərək də onu təzədən. Bu input qoymuşuq da bura. Bir Adam dənə da ora istifadəçiyə baxır. bildiriş verək. Bildiriş göndərək təzədən yazsın. Ay, sağ ol. Məktəbli alqoritm də yaza bilərik. Geri qayıtma. Add your please use only digits. Digits rəqəm deməkdir. Digit ümumiyyətlə. Rəqəmlərdən, yalnız rəqəmlərdən istifadə edin. İstifadəçiyə belə bir bildiriş verdik. Bu gələcək bura təkrar istəyəcək. Bu yoxlamaya. Age rəqəmdirmi true'dursa, keçirik əsas şərtimizə. Yaş 18-dən kiçikdirmi məsələsinə. Burada birinci baxaq. Burada nəyə baxmalıyıq? Absurd bir yaş varmı? Məsəl üçün, başqarabın biri yazacaq ki, -20. Bu düzgündür. -20 yaş ola bilər? Deyil. Xeyr. Başqa arabın biri gəlib yazacaq ki, 300. Bu düzgündür. Belə bir Xeyr. yaş ola bilməz. Ona görə gəlin yoxlayaq. Baxın. Burada 2 dənə yoxlanışı eyni anda eləyəcəm. Age kiçikdirmi? Kiçik bərabərdir hətta. Kiçik bərabərdirmi? Sıfırdan və age böyük bərabərdirmi? Burada max yaşımız neçə olsun? 150 qoyuram. Max yaş 150 olsun. Bax, cümlə yazdım mən bura uşaqlar. Həttəcə belə yazım. Age kiçik bərabərdirmi 0-dan, age bölüb bərabərdirmi 100-dən. Bu true'dursa deməli nədir? Burada yenə yazaq. False. Hə? Bu bizə bu yoxlanış true versə nə olacaq? Kim hərəkət edəcək? Bu arada bir dəqiqə. Biz və yazdıq burada. Və halı burada düzgün deyil. Və halı burada düzgün deyil. Mən burada nədən istifadə etsəm yaxşı olar? 2 dənə xəttdən belə. 2 dənə xəttin mənası nədir? Və ya. Bu niyə düzgün deyil? Kim izah eləyər, mən deməmiş. Və niyə düzgün deyil burada? Mənim çünki işarə ilə yazılmıyor. Çünki müəllim tək səfərdə bir dənə ədəd qeyd edirdi. Yəni ikisindən biri olacaq. Bəli, bax məsəl üçün -20 yazmışam, ədəd, düzdür? İndi gəlin baxaq. Age kiçikdir 0 yazmışıq. Age'imiz 20-dir. Bu kiçik bərabərdirmi 0. Bu yoxlanış bizə nə verir? -20 0-dan kiçikdir. Bəli. Deməli, True verir. True verdi. Yaxşı, keçdik o birisi yoxlanışa.
Mənfi 20 böyük bərabərdir 150 yazmışıq. Mənfi 20 150-dən böyükdür. Mənfi 20 150-dən böyükdür. Xeyr. Fikirləşirsiniz. False da. Okey. True və false bizə nə verir? Hansı mənada? True və false mənasında. Yəni 0 və daha doğrusu 1 və 0. Yox, hansı da müəllim. Və deyirəm də və ya demirəm ki. Hə. Onda true və false verir. False verir. Çünki vədir. Deməli biz true'ya gedib çıxa bilməyəcəyik bu yoxla. Bu belə deyək də şeylə. Gəl bir dənə də normal yaş yazaq. Bax, notaq ki normal yazsaydıq nə olardı? False verəcəkdi. True'ya gelib çıxa bilmirik. Yox, çıxa bilirik. Normal yaş yazsaq çıxırıq. Okey. Normalda tutaq ki 20 yazsaq. Tutaq ki bu 20-dir. 20 0-dan kiçik 20 xeyir. False. 20 150-dən böyükdürmü? False. 2 dənə false və false bizə nə verir? False. Okey. Amma bizsiz nədir məsələ? True və false bizə false verdi. Düzdür? Biz false halında bura şey yazacaqdıq. Yoxlanışı yazacaqdıq. Biz true'ya gelib çıxa bilmirik heç cürə. Ona görə bax bunu və ya eləyirik. Və ya. Bu hallardan biri, hər hansı biri baş verərsə, istifadəçi bir bildiriş verək. Deyək ki, ay istifadəçi, belə bir yaş ola bilməz. Nə deyək? There is no Müəllim true something qoydu. like this. Bəli, true qoyduq. Müəllim, o dırnaq içində olmalı deyildi. Yox, uşaqlar, siz tutturmusunuz false olmalıdır. True və false bizim məntiqə görə dəyişən bir şeydir. Dırnaq içində yazdım. Baxın. Bu sualı veririksə hələ də deməli tam yaxşı başa düşməmişik. Bu false-a hansı halda gedəcək? Bunlardan biri deyilsə gedəcək də, düzdür? Deyilsə bu səfər 18 deməli bizim yaşımız normal yazılmış bir yaşdır. Başa düşürük nə demək istəyirəm? Bax, məsəl üçün, mənfi 20 normal bir yaşdır. Xeyr. Ay, sağ ol. Deməli, biz də yazmışıq ki, mənfi 20 kiçikdirmi, bərabərdirmi 0-dan. Bu bizə true versə, deməli, burada bir yanlışlıq var. Yox, sən dediyin şeydə necə eləyə bilərdik? İşarəni dəyişsəydik. Kiçikdir, böyükdür eləsəydik. Yəni, bizdə hər şey buradakı məntiqdən, buradakı verdiyimiz sualdan asılıdır. Bunun true'su, false'u nə baş verəcək? Yox, bu false'dursa, deməli, yaş normal bir yaş yazılıb. Biz bunu gətirə bilərik bura. Hə. Normal bir yaş yazılıb. Bu səfər normal şəkildə yoxlayacağıq. Age, məsəl üçün, kiçik bərabərdir olsun 18. İstəsək, böyük bərabərdir yazarıq. Fərqi yoxdur. Ona uyğun düzəldəcəyik onsuz məntiqimizi. Okey, bax, bunun true'su, false'una nə olacaq? Bax, səncə bura true yazaq, burada false yazaq. Age 18-dən kiçiksə, tutaq ki, mən yazmışam yaşım 17. 17 kiçik bərabərdir 18. Bu yoxlanış mənə nə verir? Bu yoxlanış mənə nə verir? Yəni yaş 18 yetərli deyil də. Yox da, bax, true, false.
Onu deyim. False. Mən məncə false verir. Niyə ki? 17 18-dən Mən kiçik çünki deyil. 18-dən Ay qardaş. mən 17 18-dən kiçikdir yəni. 18-dən Mən bəs amma kiçiksə bizim false istədiyimiz verir. rəqəm 18-dir axı. O necə olur? Mənim turudur. Ay qardaş. 17 kiçikdirmi 18? Bax bu true'dur, false'dur. Mən bu turudur. 17 Hə. 18-dən kiçikdir. Hə. Başa düşmədiyin şey nədir? Mən başa düşmədiyim budur ki, yəni altdakı yazdığınız siyahıdakı yəni false true'lardan məncə mənim false olmalıdır. Çünki bizim istədiyimiz rəqəm 18-dir, yəni 17 verir. Qardaş, elə deyil də məsələ. Bax, mən bunu başa salmaq istəyirəm. Buradakı verdiyimiz suala görə bu true false dəyişə bilər. Siz deyirsiniz ki, yox bu true'dursa normal cavab verməliyik, false-sa başqa cür, yəni pis bir cavab verməliyik. Yəni negativ bir cavab verməliyik. Elə şey yoxdur. O düşüncə yanlış düşüncədir. Baxın, age 18-dən kiçiksə, deməli bu adamın yaşı yetkinlik yaşına çatmayıb və bu yoxlanış mənə true verirsə, mən istifadəçiyə deyəcəm ki, ay istifadəçi, sən yetkinlik yaşına çatmamısan. Düz idi, bax. Çatmamışsınız. Dırnağın içərisində. Gəl yaxşı, bax. Bax. Background color-ı ağ eləyə bilərik. Dirək ki, gərək özümüz yazaq. Siz yetkinlik yaşına çatmamışsınız. Okey. Bunu da eləyib havada qoymuram. Buradan gətirib bura birləşdirirəm sona. İndi başa düşəcəyik, narahat olmayın. Niyə belə qəribə çəkildi bu? Türəşibi. Hə. Всё. Bunun da false-una nə deyəcəyik? Siz yetkili Səsin getdi İlham. siz Siz yetkinlik yetkinlik yaşına yaşına çatmışsınız. çatmışsınız. Yox, seçkilərdə iştirak edə bilərsiniz deyəsən. Yox, okey. Siz yetkinlik yaşına çatmışsınız. Mesajı dedim və yenə bu sona getdi. Bax, bunu mütləq eləməliyəm. Hə. İndi deməli Əli. Tamam. Okey. Yazdığımız proqramı yoxlayaq. Nasıl müəllim? Lüboy bir dənə rəqəm deyin. Fərqi yoxdur. Siz hərf deyin. Mən 15 olsun biri. 15 Ya olsun. 16A. 15 11-ci 15 deyildi. 15-i yoxlayıram ona görə. Gəlin yoxlayaq. Rəqəmimiz 15-dir. Proqramı açmışıq, işlədirik. İstifadəçi yazıb 15. 15 rəqəmdir. Bəli. True. True. 15 rəqəmdir. True. True verdi, keçdik bura. 15 kiçikdir 0-dan. Lan xeyr. 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 15 150-dən böyükdür. Xeyr. Hayır. Xeyr mən. Xeyr. 2 dənə xeyr, yəni 2 dənə false bizə nə verir? False və ya false. Mən false verir. False False. verir. Tamam. Deməli bu nəticəni heç bura baxmırıq. Keçdik bura. 15 18-dən kiçikdir. Bəli. Bəli mən. Bəli. Yəni True verir. Düzdür? True'dursa siz Hə. yetkinlik yaşına çatmamışsınız. İndi bu səhvdir bu mesaj. Mən Xeyr mən. mən düzdür müəllim. Okey. İndi mən onu başa salmaq istəyirəm ki, bax, hər şey bu yoxlanışda əslində həll olunur. Əgər ki, mən yoxlanışı belə yazsaydım, bax, bu səhvdir artıq. Burada demiş oluram ki, 15 18-dən böyükdür. True'dursa siz yetkinlik yaşına çatmamışsınız. Bir dəqiqə. Bu bizə false verir. Mən belə düz oldu.
Yox, Belə düz oldu. Bayaqki kimi yoxsa. Sən çünki yox. Trudusa 15 yaşını çatmamış. Ay Hə? qardaş, 15 Belə il düzdür. olsa Turu yəni sıkıntı yoxdur. düzdür. Bu bizə verir Xeyr false. müəllim. False verir. Siz yetkinlik yaşına çatmısınız. Bu düzdür bu. Mən xeyr. Başa düşdün nə demək Çatmayıb. istəyirəm? Hər şey yoxlanışda üzə həll olunur. Və onun true'suna, false'una bu yoxlanışa görə biz qərar veririk. Onun da qərarını verən bizik yenə. Bu mən yenə deyirəm. Biz onu dəyişə də bilərik. O baxır biz hansı məntiqlə yanaşırıq. Yaxşı. Bax, gəl eyni şeyi burada eləyək. 18 rəqəm deyil. Bax, bir dənə deyillə dəyişə bildik. Proqramlaşdırmada deyili hansı işarə əvəzləyir? Not. Not var idi. Not. Nədir o işarənin adı? Okay, notdur. İşarə olaraq nə hansı işarədir? Mən faiz işarəsi bizim dildə Rezətdə. Yox. Nida. Nida. Yoxsa Nida. Bəli. Mod demirəm, not deyirəm. Not. İnkar hissəciyi. hə, Məsəl üçün, it is an apple, it is not an apple. Oradakı not nidadır. İndi age rəqəm deyil. Deyil. Tutaq ki 15 gəldi. Mən 15 rəqəm xeyr. deyil, rəqəmdir. rəqəmdir. Düzdür? Deməli, Mən bu ucu burada bizə, false gedir. bu bizə false gələcək artıq. Başa düşdün? Deməli, burada yanlışlıq elədik. Başa düşdün nə demək istəyirəm? Sonra, obsi tapşırıq nə idi? Ədədin 3-ə tam bölünüb bölünməməsi algoritmi. Buna əslində yazmışdıq çoxsu. Bir çoxumuz burada şey olmuşdu, problem yaşamışdıq. Bir. İkincisi ki, Əli, mən sənə düzəldə bilmədiyim şey. Xahiş edirəm, age-ə gəlib dəyər vermə. Bunu verməyə ehtiyac yoxdur. Onu, bax, qıraqda ver, sonra proqramı yoxla. Amma içində vermə. Yəni ona ehtiyac yoxdur. O olur statik Oldu mən. bir yanaşma. Dinamik olmur. Okey. Gəlin sizə bir dənə qəşəng başqa bir task verim. 15 dəqiqə onu yazıb göstərim mən. Dur. Cütdür, təkdir, belə şeylər yazmışıq. İstifadəçən doğum ili alıb yaşını hesablamaq. Elə bir şey yazmışıq. Mən yazmışam. Mən biraz Evet. Yazmışlar. yeni keçdiyim zamanlarda. İkinci dərsdə yazmışdıq səfərimiz. Bu taskı indi yenə yazın. Bu səfər şeylə yazarsınız da, tamamilə riyazi. Burada yazmışdınız prosto sözlə. Okey, burada sözlə yazmışdıq, tamam. Yazım, istifadəçidən doğum ilini Böyle ne yazaq? diaqramla da. İndən belə nə yazsam, onsuz da diaqramla yazırıq. Yəni sözlə yazmırıq heç nə. Və yaşını dayan proqram yazın. Məsələn 2000 tutaq ki inputdur. Burada bütün halları nəzərə almalısınız artıq. Input 2000-dir. Deyirsə output nə olacaq? Output Məmində olduğumuz il düzdür. Okay, Məmnun. bunu yazın. 15 dəqiqə vaxt sizə. Bir dənə deadline. Max 15 dəqiqədə, yəni 15 dəqiqə üçün tez yaza bilərsiniz. 15 dəqiqədən sonra bunu yoxlayaq. Pause eləyirəm, record. Yes. Gəlib göstəreyim.
düşmüşük. Truya false görə nəzərə almısan. Əla. Inputlar dəyişənləri yaratmışıq. Uğur, bax səndə dediyim dəyişən məsələsi bax budur. Dəyişəni hiss eləyəcəksə hardaydı? Müəllim, Hə. mən burada yaşsız yazıram. Adınız çıxır. Sən keçən işlətdiyin öz konteynerində, Əli. Bəli, bəli. Mənsə orada ayarlardan autocorrect zad açmısan, nə eləmirsən bilmirəm da, baxmaq lazımdır. Doğum ili. Hə. Bax, Uğur, eşidirsən? Mən də hazırladım, Discord atdım. Okay. Burada birincisi bu input işarəsi səhvdir. Bu prosesdə olmalıdır. İkincisi ki, məsələn, verilən il yazmısansa, verilən ildə burada input açıb orada deməliydin. Bax, bunun kimi. Aha. Aha, əla. Baxaq. Sonra rəqəmini al. Rəqəm deyil. Və ya 1990-dan kiçikdirmi il? Okey. Amma ki, bəs bu necə oldu? Burada da bir vədən və yadan olmalıydı axı. Mən onu qoymamışam elə, promoy və ya qoyub keçmişəm Hə, 1900. aha. Belə bir şey yazdıqsa, mən sizə bir dənə qəşəng bir dənə sual verim də. Müəllim bizə göndərdik. Ben bize gönderdik. Okey, baxıram. Sizə bir dənə sual verim. True. Yaxşı, belə yazım. True və ya false. Bunun cavabı nədir? False. True müəllim. Mən false'um. True'dur məncə. Dediyiniz cavabı prosta şey deyin də, əsaslandırın. Mən açıqlamasını verək deyəsiniz. Aha. Mən bildiyimcə belə olmalıdır. Və olanda... Yox, müəllim, iki dənə false, burada çünki- false verir. Deyim mən. Dedi. Çünki müəllim sıra getsək true və true çıxır. True ilə də false axırda gələndə false çıxır. Sırayla getsək, okey. Bu bir açıqlama. Daha sonra başqa kiminsə bir variantı. Məncə də true və true gedir. Ondan sonra true və ya false olanda mənim false olmalıdır məncə və ya da çünki false olur. Tamam, Əli və ya Tunarı bildim. Başqa? Hə, uşaqlar. Müəllim, mən səhv yazmışam. Mesaj səhv göndərdim. Ola bir də göndərsəm. Hadi mesaja baxmarsınız da. Mesajı ara yazmısan. Mən bayaq dediyimi düzəldə bilərəm. Tam əksi yəni. Çünki true ilə true gedəndən sonra true ilə false və ya da çünki true olur, false olmur. Bir də zəhmət olmasa eşitmə. Mən bayaq dediyimi tərsini hesab edeyim də. True ilə true gedir. Ondan sonrakında true və ya false olanda mən burada true çıxır. Cavab true. Bayaq false demişdim amma true çıxır yəni. Baxdım yəni Discord falan. Okey. Mən gözlədim ki, başqa variant gəlir. Tunarla 50 bir dənə cavab vermək istədi. Tamam. Burada məsələ nədir? Bu kimi yoxlanışlarda, burada biz bilməliyik ki, birincisi hansı işarə üstünlük təşkil edir. Burada
onu deyim ki öncədən və işarəsi üstünlük təşkil edir. Yəni və tərəfə biz birinci baxacağıq. Bu nəyə görə? Birinci yazılıb deyə yox. Və burada da yazılsaydı birinci yoxlanılırdı. Yəni bu məntiq nə? Mən Hə, mötərizə misalda, yəni mötərizə olanlar bircə səhv olunur və yaxud da plus minusun əvəzinə vurma bölümü olanda kimi, yəni gibi. birinci vurma Ay bölümü sağ ol, hesablanır. gibi. Onun üçün başa düşün. True və true bizə nə verir? Mən true verir. True verir. Bəs burası option oldu true. True və ya false bizə nə verir? Məncə o da true verir. Məncə yox, true. Cavab true'dur. Burada bir dənə məsələ var. False və ya false və true. Bunun cavabı nədir onda? Mən bu false olur. False. 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 Baxaq. Var mən false. Baxaq. Üstünlük true şeydədir, vədədir. False və true bizə nə verir? Mən true verir. False və true False. false verir. False. False mən. Bu tərəfimiz oldu false. Mən- False və ya false bizə nə verir? Cavab false. False. Всё, başa düşdük. Mən. Bəli. Всё, keçdik bura. İlhama baxmamışıq. Doğum ili, indiki il, yaş, nəticə. Doğum ili rəqəmdir. True-sa doğum ili bərabər böyükdürmü sıfırdan? Niyə iki fərqli stil? Yəni dedim axı ya belə yazaq da, yəni belə də yazaq, belə yazaq. O demək deyil. Mən belə olanda algoritm təmiz səhv gedir. Deyək ki, düz kimi qəbul elədik. Yəni bu doğum ili sıfırdan böyükdürmü və 1900-dən kiçikdirmi? Bu false-dursa, belə bir yaş ola bilməz. True-dursa, indiki il çıx doğum ili. Cavab nəticə end. Cavab okey. Okey. Rəqəm yaz da. Daha burada ayrılır. Okey. Başa düşmüşük. Başa düşmüşük İlham. Əla. Əla, amma bir-iki də axırda nüans var idi. Oyda, bu nədir? İlan oyunudur. Kim yazıb? Əli. Hansı Əli? Hüseynzadə. Aləm deyib. Elxan. İndiki il qeyd edin. Aha. Hətta. İsrailsin daxil etdiyi il rəqəmdirmi? Truse saat doğum tarixi düzgündür. No. Hesablama eləməmişik. Əli Dirəşib. Eyni şey bizə bir də atıb. Turan. Turan bir də yazıb. Turansa... Turan, hə. Dedim, Tunar bir də yazıb. İsrailsin doğum ilini yazsın. Rəqəmdir. Turulsa yaş bərabərçi indiki il çıxılsın doğum ili. Okey. İndi hardasa düzəltmişik. Hardasa düzəltmişik Turan. Sən evdə olanda yazırsan ha. Mən birincini düz yazmışdım, yoxsa ayaq yoxladınız yoxsa? Hansıydı? Ali var yəni üstəki. Düz idi, səhv idi o. Buradakı yoxlamaya görə səhv gedir. Ya oxşu belə yoxlamaq məntiq bilirsən. Mən- Normaldır. Məndə true yerinə text qalıb. Onu səhv sayırsınız yoxsa? səhv sayıram əslində, amma şey deyirəm həmişə bax. Deyək ki, düz get sayaq da bunu. Ümumi məntiqə belə cavab verə bilərəm ki, baxaq bir dənə məntiqə rəqəm deyir və ya 1900-dən kiçikdirmi il. Tutaq ki, 1800 daxil eləmişik. Bu true verib bizə.
Onda düzgün il daxilə. False verirsə age bərabərdir ki, okey. Məntiq olaraq düz deyə Əli. Yenə Bəlkə Mən bunu A özüm yazmışam. əlavə qoydum. Onu qoymayasaydım. qoyma da Başa qardaş, düşdün sizə. qoyma. Səhv Nəticə olmalıydı onun yerinə. qoyma. Age-i qıyassaydın bəsdir. Dirəşmisən, Müəllim, qoyma. bəlkə A yazmışam. Nədir? Bəlkə orada A yazmışam. Okey, orada yazarsan A. Bir şeye başa düşmürük ki, sizin yaratdığınız A, age, nə bilim, hər nədirsə də adı tutaq ki, age olsun. Yaxud isə A olsun sənə xətrimə. Hə, tutaq ki, A. Bu A-nın içərisində 10 da ola bilər, düzdür, 20 də ola bilər, boş da ola bilər, düzdür. Orada yazmayıb da, yəni hərf ola bilməz. Bəlkə elə A yazmışam. Hə, o mənada. Yox, mən dəyişən adı olaraq deyirəm. O heç, o yazma, bu düzdür ki, mən fərz eləyək ki, düz sayıram da, bunu fərz eləyək. O age-in içərisində, bax, Əli, başa düşmədiyimiz şey, tutaq ki, indiki il 2025-dir. Buradan çıxdıq, məsəl üçün, 2000. Cavab elədi 25, düzdür? Bu 25 gələcək bura, düzdür? İndi sənin doğum ilin neçənci ildir, Əli? Mənim kimi. Neçə? 2013. Yox, sən demirdim, o sən elin Mənim 2010. Okey, 2010, düzdür? 2025-dən 2010 çıxanda eləyir 15. Amma sən adama deyirsən ki, sənin 27 yaşın var. Hamıya deyirsən, ha? Yəni ona görə müəllim 27 yazmaq lazım deyil, nəticə yazmaq lazım Deyil, deyil. deyil, Və yaxud da age. Bəli, bəli. Başa düşdün nə demək istədim? Mən Bu başa düşdüm. statik sayılır, bax, statik. Bu statik bir koddur. Amma dinamik koddur ki, hər inputa görə artıq sənin nəticən dəyişir. Buna deyirlər dinamik. Okey. Gələn dəfə üçün qəşəng bir dənə tasklar yazıram. Bax, bugünkü səhvlər doluydu. Bu səhvlərə baxıb nəticə çıxarmaq lazımdır. Ki, səhv eləyə-eləyə düzgün formasını bir dəfə, iki dəfə, üç dəfə, axır düzgün formasını belə deyək, tam mənimsəyəcək. Əslində düzgün forma dediyim, forma dəyişə bilər. Məntiq olaraq istəyirəm ki, dərk edəsiniz. Yəni, məntiqi başa düşməyəndən sonra 50 dəfə yaxşı formada yaz. Yəni, məntiqi başa düşəndən sonra sizin üçün rahat olacaq. Və gələcəkdə bir proqram dilində yazanda artıq bu tərzdə fikirləşə bilsəz, onu özünüzə formalaşdırırsınız. Çox asan olacaq. Həqiqətən çox asan olacaq. Sual varmı? Xeyr, mən. Necə? Xeyr. Okey. Xeyr, müəllim. Tamam. Okey, o zaman yavaşdan yekunlaşdıraq. Mən sizə qəşəng tasklar vereyim. Gəlin dəfə bax, yazaq onu. Sonra o tasklara gələn dəfə bir də baxaq. Yaxşı? Dayandırım rekordu. Oldu müəllim.